Salam əziz izləyicilərim, bu günləri güllərimin torpaqlarını dəyişəcəm. Çünki torpaqları yaxşı deyildir. Başlayırdı güllər saralmağa, yanmağa yarpaqları. Fikirləşdim, gedim torf alım. Torf aldım. Bir də mənə orada gül yerində bir xanım məsləhət gördü ki, qərbə bir daş formalı bir şeylər idi. Dedi ki, yəni gülün dibini nəm saxlamır, çox yəni kifləndirməyə imkan vermir, gül dibdən kötüyü yanmağa çalışmır. Belə bir şey də təklif elədi, onu da göstərəcəm sizə. Deməli, bunu torpağına dəyişməyə çalışıram ki, təzədən yeniliyim torpağı, daha yaxşı, daha əlverişli olsun və daha çox balaları çıxsın, yəni yarpaq balaları. Deməli, torfu açıram, meşə torfudur. Bunu mənə məsləhət gördülər ki, torpaqla, adi torpaqla qarışdırsaz daha yaxşı olar, daha məsləhətli olar. Və göstərirəm, burada da torfu qarışdırıram öncədən. Deməli, stolun üstünə bir dənə plyonka sərirəm və bunları, yarpaqlarını, yanmış yarpaqlarını təmizləyirəm ki, yaşıl yarpaqlarını qoyum və gördüm dibində də kötük var, bir balaca kötük əlavə var. Burada da, yəni bu gül belədir ki, biz bunu çıxartsaq, bunun mütləq şəkildə kötüyünü canlandırmalıyıq ki, növbəti dəfə əkəndə, yəni torpağa qoyarkən, belə deyim də, kötük canlı olsun. Yəni bunu sarımsaqlı suya qoyuruq. Bir hardasa 10-15 dəqiqə mən bunu düzəldənə qədər kifayət eləyir. Və yerini hazırlayana qədər, düzəldənə qədər kötüyü də suda canlandı, sarımsaqlı suda canlandı. Həm vitamindir, həm enerjidir kötüyü üçün. Burada gördüm ki, biri bala salıb dip hissəsində, yəni kötüyü üstündə var. Onu ayırmağa çalışdım. Və onu da böyründə əkəcəm ki, elə həmin torpaqda yetişsin ki, mən onu yenidən başqa bir dipçəyə növbət dəfə əkərəm. Əziz xanımlar, əziz bacılarım, əziz izləyicilərim, canlarım, gözlərim, yorum yazmağı unutmayaq, like atmağı unutmayaq, abunə olmağı da yaddan çıxartmayaq ki, belə bir videoların ardı gəlsin. Mən post yerləşdirmişdim. Gül baxımı, yəni güllərin vitamini, bunu da çəkmək istəyirəm. Sonra yemək tarifi və təmizlik vlogu. Onu da işarələsəz, növbəti vlogun nə olacağını bəlli eləyəyim və hazırlayın videonu sizin üçün paylaşım. Həmin sarımsaqlı suyu dibçəyə səpirəm, kənarlarına, ətrafına səpirəm ki, o zaten ona vitamindir. Adətən sarımsağı belə xırda-xırda doğrayırlar, torpaqların içinə bastırırlar. Mən onu eləmədim, suyu kifayət eləyər. Bir də bunlara güllər üçün asobi vitaminlər eləyirəm mən özüm ev şəraitində. Çox gözəl, yəni qidalanır, böyüyür. Mənim buna səhv eləmirəmsə xallı biqoniya deyirlər, amma bizdə el arasında ana ürəyi də deyirlər. Bəzi yerlərdə, belə deyim də, buna sırğa gülü də deyirlər. İndi bilmirəm nə qədər hansı tam olaraq adı düzgündür. Hər üçündə eşitmişəm. Amma biz buna ana ürəyi deyirik. Uşaqlıqda sırğa gülü eşidirdim. Sonra böyüdükcə ana ürəyi də eşitdim buna. Bunun da dedim elə dibçəyini dəyişim. Və bunu almışdım elə. Birinci dibçəkdə unutdum qoymağı. Dedim ikinciyə qoyum. Bunu deyirlər ki, bu güllərin yəni dibinin nəm saxlamamaqdan ötürüdür. Yəni su yığılır, nəmlənir və kiflənir içəridən, yaşıllaşma gedir də, yoşunlaşır və torpaq başlayır içəridə, necə deyək, bu qəribə bir hala düşür, kötük başlayır dibdən yanmağa. Yəni güya bu daş kimi bir şeylərdir. Bu güya dibini çox qoymur nəm saxlamağa, yəni çox yaş saxlamır.
qaydasında çəkir suyu. Hətta belə izah elədilər ki, necə balıqlarda daşı tökürlər, tozunu, torpağını çəkir canına. Bu da onun kimi bir şeydir. Çəkir suyu çox canına ki, çox gül xarab tez, daha belə gül çox xarab olmasın da, yəni tez baza xarab olmasın, ömrü uzun olsun. Mən də aldım, dedim alım yoxlayaq, görək necə olur. İlk dəfə istifadə edirdim. Bu da mənim güllərim, xeyirli olsun. Yorum yazmağı, like atmağı, abunə olmağı unutmayın. Göz haqqınızda halal edin.